Assalamu alaikum, hürmetlik Şivsiyedeki şəhbarlıq şərq Türkistanlıqlar. Həmin muş vaxt xeyirlik olsun. Bugün sizlərlə mündəq bir nəşr türlük işlərlə xoşallıqlarını ortaqlaşqılı və sizlərdən acizanə bir təklifimizni sunuğulu gəldik. Bu bolsumu bir yıldan artıq vaxtdan mən bütün şərq Türkistanlıq muhacirətlik bütün şərq Türkistanlıq təşkilatlar 70'den artıq. Birlikdə məsləhətləşib, planlaşıb, nurğunluğun xizmətlərini, davanı yaxşı edib gəldi. Bundan bir neçə burun Angliyada Xitayni xalqara bir müstəqil bir sud məhkəməsi cəzalab Xitayninki Şərq Türkistan'da beriyotqan siyasətini irqi qırğınçılıq deyilən şunimga aparish üçün bir müstəqil bir Uyğur sud kollegiyası qurulğan idi. Bununla hazır bütün dünyadan hər bir Şərq Türkistanlıq özünün bir kişilik milli məcburiyyətini ötəb kilvatıda. Əmdə bu sudninki neyim için bunu qilishimiz kerak deyilən suallar kalanlar keliş mümkün. Bu sud xalqaradaki dövlətlər, organlar, təşkilatlar, NGO təşkilatlar özünki toluq bir xalqarada cinayət etkizgen dövlətini toluq halətdə cəzalayamagan, özünün rolunu qılanmagan çağda məşələn xalqaradaki qanunu suyulğan adaletperver müstəqil sudçularınki, advokatlarınki yığılışı bilen məşələn bir xalqarada müstəqil bir sud quruş imkaniyeti, şəraiti var. Bu sudlar qurulup bir müstəqil tekşürüşlərini ep barıdı. Yani bugünkündə Xitayninki qılıvatqan qılmışı bərhaq irqi qırğınçılıq bolsunmu, ama Xitayni xalqara cinayət işlər suudluğa, yani ICC'ye beriş arqılı Xitayni cəzalaş bir imkaniyeti yox deyilik. Çünki Xitay bu kilişimnin imisiga imza qoymaqlıq. Şu sebepten bu sudninki quruluşu zöruri bu qılığılıb Uyğur sud kollegiyasınki. Endi bu sud kollegiyasınki nemisini qandaq qollayımız deyilgan suallar keliş mümkün. Bunun birincisi elbette iqtisadi cihetten qollaş gerek. İkincisi bunun da hem bir ərbət şəxs özünki urug tuqqanları, aile tavabatları, dosyaranları qaysı xil şekilde Xitayninki şu ip beriyotqan irqi qırğınçılıq siyasətiga zulümə uçratılı degan narsalarning guvohlik berish kerak. Masalan, mening dadam, apam, balalarım, urug tuqqanlarim da şekilde nima oldu, lager kirdi ya, türme kirdi ya, ölüp ketdi degandek. Şu şekilde guvohlik pek mühim. Bunun için həməyləndin bununla bir kişilik həssini qoşunu tüvənçilik bilen talep qılımız. Ekran aldığındaki barlıq akıla hədilə sənirlər. Şərq Türkistan'ın sürgünde turuyotgan barlıq hər dərəcəlik ictimai NGO təşkilatlar neçə yıldan beri Xitay komünist müstəmləkçi alvastırlarının insaniyyətə qarşı sadır qılğan cinayət qilmishlərini xalqaraga paş qilish ve Şərq Türkistan'ın bir besib elingan rayon ekanligini, u yerdan Xitayninki chiqib ketishi barhaq ekanligini xalqaraga tunishtirib keldik. Uyg'urni tunishtirish, Şərq Türkistan'ni tunishtirish, mustamlikni tunishtirish, mustamlikchilarniki jinoyatni tunishtirish degan sohalar bo'yicha barliq Şərq Türkistanlıqlar mo'rini terib tashkilotlarning yetakligida bu xizmatni ibodi. Endiki xizmat bu 3 milyondan ortiq Şərq Türkistanlıqlar jazo lagerida yetayotganligi uchun ve bu Xitayninki hozir chingitib beriyotgan bu jazo lageridagi jinoyatları irqi qirg'inchilikqa yotganligi uchun biz Şərq Türkistan təşkilatları bula sübitimiz bilen xalqara bizge nemiş qilib bereleydi, xalqara cemiyet, xalqara kanun, xalqara advokatlar degandek bir sual tug'ilgan ikinci bir basqışqa keldik. Təşkilatlar bu ikinci basqışni besib Xitaydan ibaret bu insaniyetga qarşı irqi qirg'inchilik sodir qilgan bosqinchininki jinoyatini tamg'ilab, Xitay sen bu yerdagi basqınçılığını, yani işgaliyetini toxtat, bir yerden çıkıp ket, bu xalqqa başqa xalqqa o'xshash yaşaş erkinligini və özünü idare qilish, özününki territoriyalik zeminiga o'zi ega bo'lish, özünü idare qilishdan ibaret haqqini degan bir qonunluq haq huquqimizni qonunlashtirish bosqichininki boshlanganligininki bir ifodasi. Bu münasebet bilen ben barlıq təşkilatlarımızı ve bu təşkilatlarını qollagan barlıq xalqımızı muhacir ettik ki, təbrikleymen ve hem onlara
Allah'tan salametçilik tileymen, pul meninglarga bereket berişini Allah'tan tileymen. Endi bu kanunga tayinib turib Xitoy kommunist mustamlikchi alvastalarini xalqarada sotqa tortish degan bu ikkinchi qadamda elib berilayotgan tashkilotlarning bu xizmati bir tarafdan advokatlarga ehtiyojli, yana bir tarafdan xalqaroning qo'llashiga ehtiyojli. Alhamdulillah xalqaro media qo'lladi buni, xalqaro jamiyatlar qo'lladi. Naga qarasa Uyg'urning gapi, naga qarasa Xitoy kommunist mustamlikchi alvastalariningki insoniyatga qarshi sodir qilgan jinoyatining gapi. Amdiki mesele biz şu halkılık petri kelgan vaqtda xuddi Sharq Turkiston davası bir davanga chiqqandek bir pallada turibdi. Şoňlaşqa barliq Sharq Turkistonliklarninki şu Xitoyni sotqa tortadigan projeninki iqtisodiy yardımını her kim özününki yancı qo'lini selip her bir ayda qancha adam bo'lsa shuningki bir necha vaqtlik tamig'i yoki bir necha qur kiydigan yangi kiyiminingki hudisdan kechib biz uchib qolgan bu ishg'oliyat mustamlikdan avlodlarimiz, navri-chavrilarimiz, balavoqlarimiz qutulib ketsin degan meblağını mana hazır salıdığan zaman geldi. Biz nemiş qilib bereleymiz, bizning qo'limizdan boshqa ish kelmaydigan deydigan barliq fidoilarga mana yanchiqonlardan azroq iqtisodiy mablag' chiqarib, mushu sud mahkamasininki durus va tez adbirlashi uchun iqtisodiy jihatdan yordam qiladiganga bir fursat yetib keldi. Bu poyez ketib beryapti. Agar mushu projektga hammamiz yordam qilolmay qolsak, kelajakda Xitoy sotqa tortilgan vaqtda acaba men shu projektga o'zimning bir kishilik hassamni qatanmay qolib ekanman deb vijdon azobi, iymon azobi tatib qalmaslik uchun va bu projektda hammamizning bir qo'shiqdan tuzimiz bo'lish uchun hammamiz qo'limizni yanchig'imizga selib buni iqtisodiyatdan qo'llashimiz kerak. Endi qanday qo'llaymiz degan chog'da yillardan men albatta Shvetsiyadagi barliq turkistonliklar az bo'lsin, ko'p bo'lsin o'zining bir kishilik vazifasini o'tab Uyg'ur ma'rif uyushmasi boshchiligidagi bu yerga siyosiy, ijtimoiy, ma'rif xarakterli bütün ishlarni qo'llab quvvatlab keldi. Endi bu faqat Shvetsiya Uyg'ur ma'rif uyushmasi emas, bütün dunyodagi Sharq Turkiston tashkilotlari birlikte hamkorlashib qilayotgan bir cho'ng bir xizmat, da'vo nemisida dikim eng muhim xizmatlarning birisi. Buni endi bugungi kunda bir qo'llash ham diniy ham milliy burchimizdir. Buni shu sababdan Shvetsiyada Uyg'ur ma'rif uyushmasining boshchiligida bu iqtisodiy yordam nemisini yig'yapmiz. Jamiyatningki kontoriga sot kollegiyasi degan OSR nomerini kirgizish orqali o'zingizning atag'inni vaqtida yetkazib bersangiz biz bu pulni Sharq Turkiston tashkilotlarining biriga yetkazib beramiz. Bu orqali Uyg'ur sot kollegiyasining vaqtida o'ngishli ochilishga kapolatlik qilgan bo'lamiz. Hammadan rahmat. Mana qarindoshlar, necha vaqtdan beri tashkilotlar birlashishi kerakdi, tashkilotlar hamkorlashishi kerakdi, tashkilotlar hamkorlashib zo'r kuchga aylanib Xitoy kommunist mustamlikchi alvastalarini sotga tortishi kerakdi. Ularning qonunga xilof, xalqaro nizomnomaga xilof ishlarini xalqaro sotda jazolashi kerakdi, sotga tortishi kerakdi degan orzularimizni tashkilotlarga sungan edik. Mana tashkilotlar hammasi Xitoyni sotqa tortish uchun bir araga jam bo'ldi. Qani sizlar o'zinglarninki moddiy, ma'naviy qo'llashinglar bilan bu tashkilotlarninki orqasida tura olamsizlar. Vassalomu alaykum va rahmatullohi va barakatuh.